Başa düşmədim. Bu da təzə variantdır. Nə variant var, nə fırıldaq, nə də mən var. Sən ciddisən, hə? Banu nəsə deyib sənə. Hala artıq sual vermə də, mən sözümü dedi. Bir dəqiqə deyən görüm, ha. Belə sözü deyib rahat gedə bilməzsən. De görüm dərdin nədir? Hala sənin dərdin Banu deyil. Banu mənim dərdim yox. Banu mənim sevgimdir. O da mən də sənə sevgi verirəm. Hayda, Tural. Yaxşı sən varsan. Hala mən yoxam. Tural yoxdur. Dərdimiz o deyildi, üçüncü artıq adam olmasın. Yoxdur da. Ha, sən məndən mırtdaşırsan, ha? Sən kimsən ki, Banunu mənə verəsən? Hala istəmirsən? İstəyirəm. Daha sənin kimi oyunla, fırıldaqla, məclə yox. Mən Banunu təmiz sevgimlə qazanacağım. Uca qazanmısın. Banu da səni sevir. Bravo, Tural. Mən səndən soruşmayacağım, sən bu yalanları hardan tapırsan. Çünki sənin doğrularla işin yoxdur. Hala, mən ölərdim. Amma sevdiyim qızı heç kimə verməzdim. Qabağımdakı kim olur olsun. O, daha mənlə nə kişi danışırsan. Çatır səndə. Bir şey görəcəklər. O da başqasını sevirəm sözünə gəlir. Bu başqası da sənsən. Banu məni sevir. Verməyəcəm. Mən analiz verməyəcəm. Çünki əminəm, Zeynal'ın bir qızı var, o da İncidir. Məncə atama çox inanma. Məncə sən də inanma. Çünki atamda da istəyirsən, get analiz ver. Görəcəksən, ögey olan şəfadır. Ay qız, sən incitməmək üçün elə deyib də. Deməyib. Atam yalan deməyib. Bu dəqiqə sənə yazığım gəlir. Bəlkə də doğma atan, ailən heç sənə bu rahatlığı verə bilməyəcəklər. Necə yaşayacaqsan, ay yazıq. Sən özünü öldürmək istəmirdin? Qolunu kəsəcəydin. Atam da qorxub elə deyib. Bəs də boş-boş çərənlədin də. Ondan sonra get analiz ver. Gör mən düz deyirəm, yoxsa yox. Görüm ondan sonra da dilim belə çıxacaq. Ben kızıma el kaldırmamışım. Onda belə sıxır ki, Gülşən gözü qapıya dəyib. Gülşənə nə olub? Siz niyə belə danışırsınız? Siz bir evdə yaşayırsınız, bilmirsiniz qızınıza nə olub. Evden çıkanda her şey qaydasındaydı. Yəqin ki, yolda nəsə baş verib. Amma elə deyirlər, bizdən xəbərimiz olsa daha yaxşı olardı. Murad müəllim, siz deyəsən axı öz evinizdən buranı səhv salırsınız. Fərrux bəy, mən hara gəldiyimi yaxşı bilirəm.
Kız bizimdi. Ve biz bilmirik ne baş verir burada. Bilseydiz, Gülşen üniversitete iğneyle gelmezdi. Nə inək? Gülşən eynək taxır? İğne? Açıq deyin ne olub? Dediğine göre hekim tapşırıb. Kızınız Gülşen üniversitete qara eynəklə gəlir. Güya ki həkim yazıb. Kimdir onun həkimi? Hansı həkim gözü göyərmiş bir qız uşağına eynək yazır? Vallahi atası əl qaldırmayıb ona. Fərrux bəy, mən universitetdə yalnız jurnal yazıb dərs deməklə kifayətlənmirəm. Olur ki, uşaqların problemləri ilə də məşğul oluram. Problemi olan uşaqlardan biri də Gülşəndir. Murad müəllim, bu şəxsi problemdir. Yaxşısı budur, siz gedin, gündəliz açın, dərsinizi keçin. Başa düşdünüz? Qoy gəlsin, öyrənə görə nə olub. Çox sağ olun, gəlib xəbər verdiniz. Yaxşı Fərrux bəy, yaxşı. Amma siz gözəl bilirsiniz ki, mən bura niyə gəlmişəm. Bundan artıq ikinci dəfədir ki, siz Gülşənə qarşı kobudluq edirsiniz. Siz doğma atasısınız, mən yad bir müəllimi. Nə olur olsun. Amma Fərrux bəy, üçüncü dəfə belə bir şey baş versə, mən xəbərdarlığına kifayətlənməyəcəm. Gecəniz xeyir. Deyəsən, hamilə döyüblər, yenə də alçaqlar. Sen yaxşısan ha? Özün istəmirdin getməklərini. Şimdi istəmirəm də. Bir də yazıqlar ya aynimi. Burada bizdən başqa kimlər var bu yazıqların? Belə olmağını elədir. Ataları bizim üstümüzə göndərib də. Amma özün bilirsən də nəyə görə narahatam. Nimi, sən narahat olma. Mən özüm hər şeyi yoluna qoyacağam. Narahat olma. Ay qız evdə qız uşağı var. Düzdür, mən qızıma inanıram. Amma cavandılar. Özün də deyirdin ki, hərdən qıza baxır. Əşim, mən özüm Simanı bir dəqiqə nədə boş buraxmıram. Gözüm üstlərindədir, sən narahat olma. Gözüm üstlərində olmağına olsun, onsuz da onları çölə atmayacaqdım ki. Bir kiraya tutub yerləşdirəcəkdim də. Əşim, biz qızımızın tərbiyəsinə bələdik də. İndi bala kişi də pis uşaq deyil ki, nimi? Yaxşı oğlandı. Nə bilim valla. Neyse, sonra danışarız.
Gülşənin elədiyi qələtlərdən xəbəriniz var? Döyüləcək qədər neyini bu? Mənim qızıma kimə qaldırıb? Ay balam, indi nə əl qaldırmaq, nə döymək? Bir şillədir vurub da, əridir vurub da, nə olsun? Yəqin bir səbəbi olub da. Neynəsə də gərək siz onu əl qaldırmaydınız. Hava xanım, mənim uşağım yəsiz deyil. Yiyəsizdir ki, ağlına gələni gedib öz başına eləyib də. Nə ər sayır, nə qaynana. Qızınızı yığıb yığışdıra bilmir, ye? O hamilədir. Bu dəqiqə onun nazla oynamaq lazımdır. Ay qız, sən özün qapıma gəlib yalvarmadın ki, sən yaxşı ol, qız da yaxşı olsun. Mən yaxşı oldum. Belə qızınızın nazı ilə oynadım. Nazı ilə oynadığım o qızınız gedib o uşağı abort elətdirdi. Sevinirdik ki, nəvəmiz olacaq. Nəvəmizlə oynayacağıq. O isə məhv elədi uşağı. Gülşən uşağı... Hə, nə oldu? Sözünüz yoxdur da danışmağa, hə? Səsiniz çıxmır. Göründü biz nə çəkirik də. Yazıq Elşadım. Anası ölmüş, bütün günü evdə məliyir. Gülşən bizə dağ çəkdi, dağ. Yoxsa siz məcbur eləmisiniz? Düzünü də Hava xanım. Qızımı siz məcbur eləmisiniz. Ay qız, sən nə danışırsan? Heç danışdığımı özün başa düşürsən? Nə məcbur eləmək? Mənim aman zaman bircə oğlum var. Nəvə görmək mənim arzumdur. Gülşən uşağı... O necə ola bilər, hə? Mən bədbəxt. Qızım, orada oturma, burada otur. Ay qızım, başıma dönüm. Onu yemə, bundan ye. Deməkdən yorulmuşdum. Sonra da deyirlər ki, qaynana pisdir. Əşi, qaynana neyləsin belə gəlindən, hə? Banu. Sevirsən məni? Nə yox. Hə olmalıydı. Pərviz. Mən sənə demişdim, ha bağla bu söhbəti. Açma bu söhbəti. Banu. Mən nə vaxt bu söhbəti bağlamışam ki? Məncə bağlasan yaxşı olar. Məncə sən də bu söhbəti biləndən sonra sən də bağlamayacaqsın. Tural artıq aramızdan çəkilib. Biz çox rahat sevgili ola bilərik. Bu dəfə də hə Pərviz, sevgili ola bilərik. Olmalıydı cavabım. Pərviz. Banu. Tural dedi ki, Banu səni sevir. Banu. Demirsən belə bir şey. Mən Turala belə şey deməmişəm ki. Özündən çıxardım.
Gözün necə oldu? Yaxşı dinlə biraz. Uşaqlar, biznesmenlər, sizə işim düşüb, bir də həmə o, nədir onun adı, Instasave, onu aça bilərsiniz. Bəlkə yükləyək. Nəyi? Qızqayt mənim paylaşdığı videolar göstərsən, hə? Ay dəcəl. Ağzı o qələn danışma Günad. O şey nədir, o Nüsrət, bilsən nədir, o şəkil zad qoyursan, altından da ürək zad qoyurlar, Aa, sən Instagramı deyirsən. Hə də mən nə bilim, o vəfada gördüm açığı. Vəfada gördüm, Səid. Gördüm şəkil zad qoyub, hə, Ülvi, sən yaxşı oğlansan, bir dənə qaqana köməklik elə də, nə olar, bir dənə dönər. Hə kişi. Onun Instagrama allergiyası var, sən başqa adamdan soruş, istər. Uşaqlar, bir dəqiqə mənə qulaq asın, sizə söz demək istəyirəm. Elə yaxşı ki, İnci də burada yoxdur. Ülvi ilə İnci'nin arasında heç nə olmuyor. Yəni, Ülviyə mesajları İnci yazmıyor. Başqası yazırmış. Özləri öz aralarında danışıb söhbəti bağladılar. Məncə siz də bağlasanız yaxşı olar. Sən dəlisən, çox dəxilsiz adamsan, niyə alır? Ay, publik, belə, qardaşın ölməyib ki. Bir dənə ləzzətli profil atıram sən üçün. Nə qədər qəşən qız var ha, hamısını izləyirik. Başın xarabdır, dedektiz adam sən üçün. Önce sən mənim bəxtimi hər yerdə bağlamısan. Bircə bura qal. Deyirəm ki, yaxşı ki bufetdən çıxdı bu adam arasında bir gözün adam gördü. Nəzərvə çatdırım ki, Maka, mən adam arasında çoxdan çıxmışam. Arada sən də prov elə bildin də, yəni. Gəbrim, zaykan mənim. Ölməyib ki səninlə, gəl bura görüm. Can. Sənə bir dənə profil açacağım ki, bir sağda bir K olacaqsın. Ver görüm. Yavaş danış, bir K nədir? Qızqayıq gəlib sən başa düşər. Özü K yox, Q. Tom Bey. Ay can. Bəlkə etiraf eləməyin vaxtı çatır. Sən canı. Kim deyə bunun üzünə baxan? Tombik. Bax, sənin üzünə baxan olanda mənim üzümə qızqayıtım baxacaq. Altına nə yazım? Qoy bir dənə fikirləşirim. Oğlan qayıb. Fəlsəfədir ya, Peter istedadlı da bu. Sən burada nə edirsən? Başa düşməm, siz burada nə edirsiniz? Dəqiqləşdirim, nə edirsiniz burada? Başa düşmədim, dərs deməyə gəlmişəm. Sən nə edirsən burada? Mən də gəlmişəm hissələri yığam. Nə? Nisiyə vaxtıdır. Yer getişi də məşğul ol. Nisiyə yeridir bura elə bir. Çıxmara! Buna bax, yeşək şişli kaset taxır. Kül sənin oğul başla. Buyurun qızqat mən. Başla bilər. Niye ağlıyorsun? Ağlamıram. Ağlıyorsan ha. Mənə görə ağlıyorsan. Mən heç kimə görə ağlamıram. Yaxşı da yaxşı. Baxışda. İstədim səninlə zarafat eləyim, gördüm ki, əhvalın yoxdur. Yaxşı da İnci. Başa düşdüyümdə səhv eləmişəm. Əgər mənə döyməklə, söyməklə ürəyin sakitləşəcəksə, elə mən sənə icazə verirəm. İnci,
deyəsən mən səni çox incidirəm. Yaxşısı bir-birimizdən uzaqlaşsaq daha yaxşı olar. Murad. Benim senden başka hiç kimim yoktu. Tural. Bu da təzə oyun idi. Oyun səndən başladı, səndən də qutardı. Heç bir oyun yoxdur. Tural, sən Pərvizə yalan demisən. Yalan da düzdür bilmirəm Banu. Mən sən dediklərini demişəm. Demədin ki Pərvizinlə bundan sonra. Yalan idi. Yox, düz idi demişdim. Mən də getdim onu dedim də. Sözün üstündə durmaq əvəzinə gəlməyə mənim üstümə. Bundan sonra yoxam mən. Çəkilmişəm. Get Pərvizinlə xoşbəxt ol. Məni qəbirdən çıxardan qız. Pərvizə hə dediyin gün mən o qəbrə təzdən soxdum. Sən elə bilirsən. Sən elə bilirsən mən o qəbrə girmədim. Mən də o qəbrə özündən apardım. Sən yalan danışdığın gün mən də öldüm Tural. Banu, amma mənim hissimdə zərrə qədər də yalan olmayıb. Mən səni sevmişdim. Mən səndən nağıllarıma çox qulaq asmışam. Daha nağıllar olmayacaq Banu. Mən də nağıllarda qaldım. Get Pərvizinlə xoşbəxt həyatına başla. Amma məndən belə ayrılmağını da istəmirəm. İstəmirəm hər dəfə məni görən üzünü çevirib gedəsən. Halallıq ver mənə, qurban olun, nə olar. Halallıq ver mənə. Əlimdən gələn eləyəcəm ki, qardaşın da bunu bilməsin. Yeri gəlsə Pərvizlə münasibətinizə kömək də eləyərəm. Demədim Pərviz məndən 1000 qat yaxşıdır. Sən də yaxşılığına layiqsən. Bundan sonra qutardı hər şey. Yalan, aldatmaq, inanmaq heç nə olmayacaq. Bundan sonra mən də olmayacağam. Dost kimi nə lazımdır sənə kömək eləməyə hazıram. Onsuz da birinci başlığında biz dost kimi başlamışdıq da. Ya dost kimi də bu işi qutaraq. Ana, mən qorxuram. Eləyə bilmərəm mən bunu. Mən burada işin içindən çıxmağa yol axtarıram, xanım bəyənmir. Onda get öz bildiyin kimi elə. Yox, anam, bəyənmə məsələsi deyil. Abala, iş gedib rayona çıxsa, bilirsən nə olacaq? Axı, mənim nə günahım var? Az necə yəni nə günahım var? Qələtin böyüyünü eləmişsən, he? Öldürmək istəyirsən məni. Ana, mən səndən ancaq kömək istəyirəm. Nə olar, bu zibildən qurtar məni. Onda bu dilin var ha. Kəs, öldüyün yerdə görün mən neynirəm. Dediklərimi elə. İşi qaynat gəl üstümə. Kömək istəyir. Problemin yoxsa, onda niyə görə ağlayırsan? İnci,
danış ki, bilək də problemin nədir. Danış ki, bəlkə nəsə köməklik eləyə bildim. Bağışla. Özümü saxlaya bilmədim. Murad. Mən əgəyəm. Atam mənə yalan danışıb. İnci, atan da, bacın da səni çox istəyirsən. Niyə belə fikirləşirsən axı? Heç vaxt mənə hiss elətdirmədilər. Atam elə çox istəyirdi ki məni. Hələ bacım üniversitede girene kadar her şeyimle maraqlanırdı. Yaxşı, yaxşı, sakitləş. Mənim sevgim ikimizə də çatar. Mən səni tək qoymayacağım. Mənə kömək elə. Atam gah deyir ögey olan sensən, gah deyir Şəfadır. Amma Şəfa əminliklə deyir ki ögey olan sensən. Mən bilmirəm indiki vəziyyətdə sənə necə təsəlli verim, amma darıxdırma özümü, yəqin ki bir çıxış yolunu taparıq. Mən belə yaşaya bilmərəm. Mütləq bunu öyrənməliyəm. Şəfa, gözüm bura gəl. Şəfa. Hə, Tahir, eşidirəm. Kızım, İnci ilə niyə dalaşırdın? Amma düzünü deyil. Dalaşmırdım, İnci mənlə dalaşırdı. Nəyə görə? Ata, deyəcəm yenə ürəyin tutacaq da. İncidir də, həll elədim, getdi. Sən de, mən bilmək istəyirəm. Mən özümə hazırlıq üçün müəllim axtarırdım. Akademik qızın da deyir ki, sən hazırlaşan vaxtındır. Kızım, sən yenə hazırlaşmaq istəyirsən? Sən də İnci kimi fikirləşirsən? Yox, əksinə. Əksinə qızım, çox sevindim. Doğrudan deyirsən? Hə? Hə? Mənim qızımın sevindiyi hər şeyi mən də sevinirəm. Ata, onda güclü müəllim tapaq da, tez hazırlaşın, vaxt itirməyim. Qızım, istəyirsən Allah 5'ini tap. Ata, çox sağ olun, çox sevindim. Değmez qızım. İncinin acını qəbul olacağım bu dəfə. Yox qızım, ürəyin istəyir, onun üçün qəbul olursun. Bax, mən də sənin arxanda dayanacağam. Mənim gözəl qızım, hər şey yaxşı olacaq.
Sən də harda səhv elədiyimizi düşünürsən? Mən qızımızın xoşbəxtliyindən başqa heç nə istəmədim. Amma istədiyimiz kimi olmadı. Gülşəni o ailəyə verməkdə böyük səhv elədik. Qulaq asmadın mənə. Sənin qızın canında bilsən nələr var. Hələ də günahı özündə yox, Gülşəndə görürsən. Görürsən qıza necə əziyyət verirlər. Nə də olsa canıydı. Gərək belə eləməyəydi. Hava xanım düz deyir. Biz qızımıza düzgün tərbiyə vermədik. Bəsdir Fərrux, bəsdir. Qızına yazığın gəlir, dözə bilmirsən. Amma yenə də özünü sındırmırsan. Nə olar ki, bircə dəfə qızına görə əyil. Bircə dəfə qızına görə qoy başın aşağı olsun. Mən qızımı başımı aşağı eləsin deyə böyütmədim. Nə oldu? Nəvəni eşidən kimi sevinirdin, sırğa taxırdın. İndi tutdu dilin! Mən demirəm düz eləyib, böyük səhv eləyib. Amma neyniyək? Canımız da axı. Qoyaq hər gün döysünlər. Fərrux, görmürsən qız hər gün ölür orada? Necə atasan? Qızın canındakı cana qıydı. Birazdan öz canına qıyacaq. Yenə bir şey eləməyəcəksən? Mənim bu inci qızıma nə olub? Hı? Gah yaxşı olur, gah keyfsiz olur. Bax, siz balaca qız deyilsiz. Şəfa demişkən, bax, nə yaxşı olardı universitetə girərdi. Bir yerdə gedib gələrdiniz universitetə. Düz demirəm, qızım? Şəfa sənə onu dedi. Bəs onun üstündə dalaşmırdınız? Ata, müəllim demişdim sənə. Tapmışam. Kəf açmaq üçün əla fikirdir. Bir axıra qədər qulaq as da. Sevinəcəksən. Atamı evə çağırmaq istəyirəm, problem olmaz. Qızım, sən necə istəyirsən, elə də olacaq. Ata, İnci Gen Universitetində dərs deyir. Çox yaxşı müəllimdir, hamı tərifləyir. Fərqli dərs metodu var. Kimdir ki bizim universitetdə? Alva, adı Muraddır.
şey demək istəyirdi. Nə? Pis bir şey olub. Pis bir şey olub, değil mi? Nə olub? Mən çox peşman olmuşam. Gərək bala kişini evdən göndərərdik. Ay qız, ağlın çaşıb sənin. Gah belə deyirsən, gah elə deyirsən, dolamısan məni. Nimi? Evimizi yıxılıb. Balaç evimizi yıxıb, Nimi? Neyini balaç? Dəlil eləmə məni. Ay qız, səndən də öyrə. Nimi? Mən Simayla balaçını evdə tək qoyub getdim. Allah məni öldürsün, Nimi, Allah məni öldürsün, gərək getməzdim. Qayıdıb gəlib də görsəm yaxşıdır. Nə? Nə? Balaçı qızımızın başına oynatacağım. Niyə? Siz kimsiz benim kızımı kaldırırsınız ha? Səhv elədiniz sizə görə. Uşağını itirdi. Sizin uşaqsızdan. Fərruq əmi, böyüksən, çox dərinə getmirəm. Öz arvadını da özüm bilərəm. Vurmuşam, yaxşı eləmişəm. Sen üzüne şerefsiz. Deden demişti ki, benim kızıma, Gülşen'e bir köpeğoğlu el kaldırmayacak. Ama siz elədiniz. Heyf, Eldar burada yoktu. Onunla ben birlerinizi danışardım. Sən qızın, mən balamı... Ata? Eldar yoxdur, mən varam. Sözüm var, de. Daha benim size deyiləcək sözüm yoktu. Kızım, sen bu kapıda kalmayacaksın. Gel hazırlaş, gelirik. Öl bana, öl. Niye yaşayırsan bana, öl. Bu kadar zayıf oldun sen. Sen ki bütün doğru bildiler ve hamının üzüne bakıp deyirdin. Tural. Sen ne kadar saf olsan da ben seni yüreğimden çıkarabilmedim, Tural. Ben her gün sen görmək için eyni həvəslə gəlirəm dersin. Öz sevdiyim özəllərimdən uzaqlaşdırdım. Dilim qurudu. Deyə bilmədim ki, Tural, mən hələ də səni sevirəm, Tural. Yaxdı ömürdə bəhtan elə bəhrandır. Yaxdı ömürdə son hər şey dolandı. Sensizlə boş qalmışam, səninlə yorulmuşam. Heç vaxt oyanmayan hal, o da oyandı. Məndən sorarsan qalsan, davam gözəldir. Gözlər yağışla dolsa, demək özəldir. İllərin yorğunuyam, sirlərin yorğanıyam. Bizim bu saf eşkimiz ölümdən əzəldir. Sözümə inan, baram sözümə inan. Sözümdə nə quş var, nə də yılan. Sözümə inan balam, sözümə inan.
sözümə inan. Qanadları yalvarın dönəni bir an. Sözümə inan bala, sözümə inan. İmanla sirdaşıyam, ömrüm tufandır. Gümanla həm yaşlıyam.